Ludilik, yəni homoseksuallıq və yaxud buna eyni cinsillik də deyirlər. Homoseksuallıq insanların bir-biri ilə olan, yəni kişinin kişi ilə, qadının qadınla olan zinasıdır. Allah Cəllə Cəlaluhu Quranın bir çox yerində Lut qövmündən bəhs edir. Allah bu qövmü məhz etdikləri bu çirkin əmələ görə həlak etmişdi. Allah buyurur: Lut tayfasının məhvi barəsində əmrimiz gəldiyi zaman o yurdun altını üstünə çevirdik və üzərinə odda bişmiş bir-birinə bitişik bərk daşlar yağdırdıq. Onlara Rəbbinin dərgahında əlamət qoyulmuş, hər daş kimə dəyəcəkdirsə üstünə adı yazılmışdı. Ya Rəsulum, o daşlar sənin ümmətin içərisində olan zalimlardan da uzaq deyildi. Əgər şirkdən və küfürdən tövbə edib əl çəkməsələr, onların da başına yağar. Hud surəsi 82-83-cü ayələr. Bütün millətlərdən olan müsəlmanlar Lutliyin, eyni cinsliyin böyük günah olmasında icma etmişlər. Allah belə buyurur: Doğrudanmı siz bəşər övladından yalnız kişilərlə yaxınlıq edirsiniz? Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz günah etməklə həddi aşan bir cəmaətsiniz. Şuara surəsi 165-166-cı ayələr. Eyni cinsilik zinadan daha çirkin və daha pisdir. Abdullah ibn Abbasdan rəvayət edilən bir hədisdə Peyğəmbər belə buyurur: Lut qövmünün etdiyini edən kimi görsəniz, edəni də, ediləni də öldürün. Əbu Davud, Sünən, Kitab-ül Hudud, hədis nömrə 4462. Başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: Lut qövmünün etdiyini edən kimsəyə Allah lənət etsin. Əhməd ibn Həmbəl, Musnədu Bəni Haşim, hədis nömrə 2817, 2915, 2917. Abdullah ibn Abbas radiyallahu anh belə deyir: Şəhərin yaşadıkları yerin ən yüksək binasına, yerinə baxılır, araşdırılır, onlar eyni cinslik edənlər və buna sövq edilənlər oradan aşağı atılır və sonra da daşlanır. Peyğəmbərdən rəvayət edilən bir hədisdə belə buyurulur: Qadınların sevişməsi, lezbiyanlıq bir-birinin arasında zinadır. Taberani Əl-Mucəmul Kəbir, Babul Vav, hədis nömrə 153. Şafii məzhəbinə görə eyni cinslik edən, yəni homoseksuallıq edən insanın cəzası zinakarın cəzası ilə eynidir. İslam ümməti köləsi ilə livata, eyni cinsli biri ilə əlaqəyə girmə edən insanın mücrim, günahkar olmasında icma etmişlər.